Bilirsiniz ki, iyon rabitə metallar birləşmələri metal və qeyri-metal arasında olan rabitədir. Kovalent rabitə isə qeyri-metallar. Başlayaq hesablayaq. İyon rabitə metallara baxaq. Natrium valenti 1-dir. İyon rabitə metalın valentinə əsasən təyin olunur. Metalın valenti 1-dir. 1-i vururam 3-ə. 1 vur 3 eləyir 3 iyon rabitə. Oksigen valenti 2-dir. 2-ni vururam 4-ə. Bu ümumi rabitə sayıdır. 2 vur 4 eləyir 8 ümumi rabitəm var. Və mən ümumi rabitə həmişə oksigen, əgər metal varsa birləşmədə, oksigen valentinin sayına vuranda biz artıq ümumi rabitəni tapmış olacağıq. Əgər metal yoxdursa, bu elə kovalent rabitənin sayı deməkdir. 8-dən 3-ü çıxacam. 8, yəni ümumi rabitədən iyon rabitənin sayını çıxacam. 5 dənə kovalent rabitəm var. 5 kovalent rabitə. İndi məndən soruşur ki, kovalent rabitələrin sayı A-dır. Yəni 5-ini tutam ki, A-dırsa, B-dəki iyon rabitə. İyon rabitəmizdə 3-dür. İndi deyir ki, A-dan B-ni çıx. Yəni 5-dən 3-ü çıxanda 2 eləyir. Deməli, natrium 2PO4 bura aiddir. Birini də eləyirəm. Deməli, kalium xloro4 olsun. Kalium dedik birinci qrupdur. 1 yazdım. 1-i vurdum 1-ə. İyon rabitə 1 elədi. Oksigen 2 valentlidir. 2-ni vururam 4-ə. Eləyəcək 8. 8 ümumi rabitəmdir. 8-dən çıxacam 1-ni eləyəcək 7 kovalent rabitə. Yəni A. A-mız 7-dir. B-mizdə 1-dir. 7-dən 1-in çıxanda 6 eləyəcək. Burada səhv işarələmişəm. 2 deyib gətirib buraya yapışdırmışam. Bu bura gedir. Bu isə bura gəlir 6 eləyir. İndi gəlin Y variantında hesabım digərlərini artıq bilmiş olacaqsınız. Oksigen yenə valentin başına yazıram. 2 vur 4. Ümumi rabitənin sayıdır. Çünki metal var birləşmədə 8. Natrium valenti 1. 1 vur 2. 2. İyon rabitə. 8-dən çıxacam 2-ni eləyəcək 6 kovalent rabitəm və məndən də kovalentlə iyonun fərqini istəyir 4. Deməli, Y variantı da gedir 1-ə.